Avropa İttifaqı ilə Ermənistan arasında dekabrın 2-də imzalanan tərəfdaşlıq üçün gündəm sənədi rəsmi Brüsselin Cənubi Qafqazda balans siyasətini, xüsusilə postmünaqişə dövrünün reallığına uyğun olaraq sülhə töhfə vermək mövqeyini sual altına saldı. Avropa İttifaqının əvvəlki rəhbərliyinin regiona Ermənistan pəncərəsindən baxması Azərbaycanla münasibətlərdə durğunluq yaratmışdı. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan bu siyasətin ittifaqın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell başda olmaqla erməni diasporu lobbisinin təsirində olan siyasətçilərdən qaynaqlandığı aydın görünürdü və rəhbərliyin dəyişməsindən sonra Bakı-Brüssel xəttində münasibətlərin yeni səhifəsinin açılması Avropa İttifaqının qərəzli yanaşmasının dəyişdiyi ümidləri yaratmışdı. Ermənistanla imzalanan tərəfdaşlıq sənədinin mətni isə bu ümidləri və gözləntiləri arxa plana keçirir. 64 səhifəlik sənəd Ermənistanla imzalansa da, Azərbaycana geniş şəkildə yer verilməsi diqqət çəkir və sual yaradır. Avropa İttifaqının məqsədi regionda sülhə töhfə verməkdir, yoxsa... Sənəddə qeyd olunur ki, Avropa İttifaqı Ermənistanla tərəfdaşlıq çərçivəsində Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində dırnaqarası didərgin düşmüş Qarabağ ermənilərinin ehtiyaclarının ödənilməsinə və sosial-iqtisadi inteqrasiyasının təşviq edilməsinə xüsusi diqqət yetirəcək. Bu qeyd Avropa İttifaqının regionla bağlı yanaşmasında əvvəlki rəhbərliyin qərəzli baxışlarını təkrarladığının, həm Azərbaycana, həm də sülhə qarşı anti-mövqedən çıxış etdiyinin ifadəsidir. Birincisi, Dağlıq Qarabağda hərbi əməliyyatlardan sonra ermənilərin didərgin salınması ifadəsi tamamilə yanlış və absurd iddiadır. 44 günlük müharibədən sonra rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində əməli addımlar atıb. Bu məqsədlə Azərbaycan Respublikasının Qarabağ İqtisadi rayonunda yaşayan erməni sakinlərinin reinteqrasiya portalı yaradılıb. Xocalda və Yevlaxda erməni əsilli sakinlərin nümayəndələri ilə dialoqlar keçirilib. 2023-cü ilin 20 sentyabrında həyata keçirilən antiterror əməliyyatına qədər reinteqrasiya planının tətbiqi ilə bağlı mühüm addımlar atılsa da, Ermənistan bunda imtina etdi və ermənilərin Qarabağdan çıxmasını həyata keçirdi. Ermənistana qayıdış prosesində 1-ci Qarabağ müharibəsində mülki Azərbaycanlıların döyüş bölgəsini tərk etməsi üçün humanitar dəhliz verməyən Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq hüququn bütün tələblərinə uyğun humanist mövqe sərgilədi. Hətta sərhəd buraxılış məntəqəsindən keçən ermənilərə ehtiyacları olan zəruri yardımlar da edildi. Bütün bunlar faktlaşdırılıb. Bu faktları Avropa İttifaqı rəhbərliyi də çox yaxşı bilir. Buna rəğmən didərgin düşmüş ermənilər ifadəsi həqiqəti gizlətmək cəhdi və Azərbaycana qarşı qərəzli münasibətin davam etdirilməsindən başqa bir şey deyil. Avropa İttifaqının Qarabağdan könüllü şəkildə Ermənistana qayıdan erməniləri və ya qaçqın adlandırması beynəlxalq hüququn da təhrifidir. Qaçqın statusu 1951-ci ildə qəbul edilən Cenevra Konvensiyasında təsnif edilir. İrqi, dini, milli mənsubiyyətinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən yaxud qayıtmaq istəməyən şəxs. Qarabağda məskunlaşdırılan ermənilərin böyük əksəriyyəti demoqrafik vəziyyəti süni şəkildə dəyişdirmək məqsədi ilə sonradan bölgəyə köçürülənlər idi. Onların Qarabağdan könüllü şəkildə getməsi öz ölkələrini tərk etməsi yox, vətəndaşı olduqları Ermənistana qayıdış idi. Ermənilərin işğal dövründə ölkə adlandırdıqları isə Ermənistanın özü tərəfindən də tanınmayan qondarma rejim olub. Qondarma rejimin ermənilərə verdiyi saxta pasportlar da heç bir hüquqi əsasa malik olmayıb. Əksinə, Qarabağdakı ermənilərin əsas sənədi 070 kodu ilə qeydə alınan Ermənistan pasportları idi. Bu da ermənilərin vətəndaşı olduqları Ermənistana qayıtdığını bir daha sübut edir. Qarabağdan gedən ermənilərə didərgin düşmüş yaxud qaçqın deməklə beynəlxalq hüququ təhrif edən Avropa İttifaqı öz yurdundan qovulan Qərbi Azərbaycanlılar məsələsini görməzdən gəlməklə qərəzli olduğunu açıq şəkildə biruzə verir. Halbuki Qərbi Azərbaycanlılar beynəlxalq hüquqla qaçqın statusu daşıyır. Azərbaycanlılar məhz irqi, dini və milli mənsubiyyətlərinə görə vətəndaşı olduqları Ermənistan SSR-dən qovulublar. Hazırda onlar irqi, dini və milli mənsubiyyətinə görə təqib olunacağı qorxusu ilə öz yurtlarına qayıda bilmirlər.
İkincisi, sənəddə yer alan Dağlıq Qarabağ ifadəsi Avropa İttifaqının regionda qurulan sülh arxitekturasını dağıtmaq istəyindən xəbər verir. Dağlıq Qarabağ ifadəsi 44 günlük müharibədə münaqişənin həllindən sonra gündəmdən düşdü. 2023-cü ildə Azərbaycan suverenliyini bərpa etdikdən sonra isə beynəlxalq leksikonda istinad olmaqdan da çıxdı. Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında, eləcə də prosesdə vasitəçi kimi iştirak edən ölkələr tərəfindən də bu ifadə istifadə edilir. Avropa İttifaqının Dağlıq Qarabağ ifadəsindən istifadə etməsi isə sənədin ciddiliyini şübhə altına almaqla yanaşı, təhlükəli perspektivlərin önünü açır. Dağlıq Qarabağ ifadəsi həll edilmiş münaqişənin yenidən aktuallaşmasını təşviq etməkdir və bu regionda yeni eskalasiyaya səbəb ola bilər. Bu ifadə mövcud sülh danışıqlarını təhlükə altına atır. Avropa İttifaqı belə bir ifadə ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirir. Halbuki, Tərəfdaşlıq Gündəliyi adlı sənəddə ərazi bütövlüyü və suverenliyə hörmət kimi məsələlər Avropa İttifaqı tərəfindən dəstəklənir. Bu, Ermənistanın dırnaqarası ərazi bütövlüyü və suverenliyini əsas prinsip kimi qəbul edən Avropa İttifaqının Dağlıq Qarabağ ifadəsi ilə Azərbaycana qarşı qeyri-adekvat münasibət sərgiləməsi deməkdir. Sənəddə diqqət çəkən məqamlardan biri də 1-ci Qarabağ müharibəsində Azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş Monte Melkonyanın adını daşıyan Ermənistandakı hərbi məktəbin Avropa İttifaqı çərçivəsində mövcud olan hərbi təlim-tədris müəssisəsi şəbəkəsinə üzv olmasının nəzərdə tutulmasıdır. Bunun gerçək mahiyyəti və Avropa İttifaqının bununla hansı məqsədə xidmət etdiyi müəmmalıdır. Çünki belə bir addım Ermənistandakı revanşistlərin işğalçı iddialarını da stimullaşdırır. Avropa İttifaqının Ermənistanla imzaladığı tərəfdaşlıq gündəliyi sənədi Cənubi Qafqazdakı həssas sülh prosesinə qarşı yönəlib. Bu, eyni zamanda sülh prosesinin əsas zamini kimi çıxış edən ABŞ-nin birbaşa prezident Donald Trumpın səylərinə və 8 avqust Vaşinqton görüşündə əldə olunan mühüm nəticələrə qarşı da təxribatçı yanaşmadır. Görünür, mövcud geosiyasi şərtlərdə ABŞ ilə rəqabət aparmağa çalışan Avropa İttifaqı Trumpın sülh səylərini baltalamaqla Vaşinqtona zərər vermək niyyətindədir. Sənəddə yer alan ifadələr bu fikri ön plana çıxarır və birbaşa ABŞ administrasiyasının da Avropa İttifaqı Ermənistan sənədinə diqqət yetirməsi zərurətini yaradır. Brüsseldə əyləşənlər anlamalıdır ki, Azərbaycana və bölgədə həssas sülh prosesinə qarşı məsuliyyətsiz yanaşmadan ilk növbədə Avropa İttifaqının özü zərər görə bilər. Təxribat xarakterli yanaşmanı davam etdirəcəkləri təqdirdə rəsmi Bakı ilə Avropa İttifaqı arasındakı münasibətlər zərər görəcək və bu ittifaqın da maraq göstərdiyi kommunikasiya xətlərinin açılışını arxa plana keçirə, eləcə də Azərbaycanda həyata keçirilən əməkdaşlıq layihələrinin dondurulması risklərini yarada bilər. Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda növbəti durğunluğa səbəb olacaq addımlardan çəkinməli, yeni reallıqları dərk etməli və həm iki tərəfli münasibətlərə zərər vuran, həm də sülh prosesinə təhlükə yaradan ifadələri sənəddən çıxarmalıdır. Rəsmi Bakının tələbi budur. Əks təqdirdə Avropa İttifaqı Azərbaycan münasibətləri sual altına düşəcək. Azərbaycan rəsmi şəkildə bir sıra addımlar ata bilər. Xarici İşlər Nazirliyi tərəfindən məsələyə reaksiya veriləcəyi, Avropa İttifaqından sənədə korrektlər etməsi və təxribat xarakterli ifadələrin çıxarılması tələb ediləcəyi, analoji mövqeyin Ermənistan tərəfinə də çatdırılacağı gözləniləndir. Çünki etimad quruculuğuna maraq göstərən Ermənistanın hələ də dırnaqarası Dağlıq Qarabağ xəyallarından əl çəkməməsi sülh prosesinə qeyri-konstruktiv yanaşma deməkdir. Sənədi imzalayan hər iki tərəf, Ermənistan da, Avropa İttifaqı da sülhə zərər vura biləcək addımlardan əl çəkməlidir. Müəllif, siyasi şərhçi Asif Nərimanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.